ABŞ administrasiyası hazırda İrana quru qoşunları göndərməyi planlaşdırmır. Bu barədə ABŞ prezidenti Donald Trump jurnalistlərə açıqlamasında bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ qüvvələrinin İranın neft obyektlərini və nüvə yanacağı saxlanılan məntəqələrini nəzarətə götürmək məqsədi ilə yerləşdirilməsi ehtimalı ilə bağlı müxtəlif ssenarilər müzakirə olunsa da, hazırda belə bir addım gündəmdə deyil. Bununla belə, ABŞ lideri gələcəkdə vəziyyətin dəyişə biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, regiondakı hadisələrin inkişafından asılı olaraq yeni qərarlar qəbul oluna bilər. Donald Trump eyni zamanda münaqişə başa çatdıqdan sonra İranın siyasi və regional vəziyyətində ciddi dəyişikliklərin baş verə biləcəyini də vurğulayıb. O bildirib ki, müharibədən sonra İranın mövcud sərhədlərinin və siyasi xəritəsinin əvvəlki kimi qalacağını qəti şəkildə demək mümkün deyil və bu ehtimalın dəyişməsi də istisna olunmur. ABŞ prezidenti açıqlamasında ölkəsinin münaqişədə üstün mövqedə olduğunu da qeyd edib. Onun sözlərinə görə, ABŞ hərbi və strateji baxımdan böyük üstünlüyə malikdir və proseslər onların xeyrinə inkişaf edir, deyə Trump bildirib.